Çoxlu eksperimentlər etdik. Bəzən riskli idi, amma ən gözəl nəticələr də məhz elə oradan çıxdı. Bəzən gün bitir, anlayırsan ki, heç yorulmamısan. Çünki etdiyin işdən çox həzz alırsan. Bir anda başa düşdüm ki, insanlar bura müştəri kimi yox, öz doğma yerləri kimi qayıdırlar. Bu il bir gün kimi keçdi, amma o qədər gözəl, o qədər rəngarəng keçdi ki, sanki bunu biz 5 il yaşadıq. Ən dəyərlisi isə bizim komandamızdır. Çünki bu atmosfer olmasa heç nə alınmazdı. Kim bizə belə yaxşı sürpriz eləyib, onu elə bizə gözlənilməz sürpriz oldu. Bu il bizim üçün təkcə gözəllik yaratmaq yox, onu paylaşmaq da vacib oldu. Biz xeyriyyə işlərinə başladıq, uşaqları və yaşlı insanları prosedura dəvət etdik. Bu bizim üçün ən gözəl emosiyalar idi. Bu il mənə daha cəsarətli olmağı öyrətdim və müştərilər bunu hiss edir. Ən maraqlısı isə o idi ki, nə qədər tanınmış və fərqli qonaqlarımız oldu. Amma hamı ilə eyni səmimiyyət var idi. Bir il tamamlandı. Bu yalnız başlanğıcdır. Daha gözəli yoldadır. Stimul və nəticə. Stil, güvən. Atmosfera və komanda. Zövq, özünə inam. Müştəri məmnuniyyəti. Özgüvən, İnkişaf və irəliləyiş. gözəllik və nəticə. Enerji və fərqlilik. Bir yaşımız mübarək.